Kimdə qığırdaq yeyilməsi varsa, diqqətlə qulaq assın. Baxın, bamya toxumu. Bax, bamya toxumudur bu. Demək ki, qığırdaq yeyilməsi olanlar bu qədər su götürürsünüz. Axşamüstü saat 6-da, 7-də. Suyu qaynaya-qaynaya tökürsünüz. Tam doldurmursunuz da, biraz belə buradan az doldurursunuz. Bundan da 3-4 ədəd, 2-3 ədəd atırsınız onun içərisinə. Ağzını da elə bir bağlayırsınız nəlbəki ilə. Səhərə qədər qalır. Səhər-səhər elə bir suyunu içirsiniz, özündə yeyirsiniz. Bax, bunu təxmini 100 qram, 200 qram alın. Bunu 100 qram bəsdir. Alın. Bu qutarana qədər eləyin. Çox gözəl fayda verəcək. Çox gözəl metabolizmanı çalışdırır, qaraciyərə dəstək olur. Öd yollarını təmizləyir. Həm ən əsas da qığırdağa. Yəni qığırdağın dərmanı bax budur. Belə, bax, pulsuz sizin üçün reseptlər paylaşıram. Görürsünüz, dəmləməyini də göstərirəm. Necə eləyəcəksiniz? Hamısını göstərirəm. Yəni mən savabı puldan üstün tuturam. Mən savab qazanmaq istəyirəm. Ona görə də məni axtarmayın. Mən neyinirsiniz? Bütün hər şeyi səhifədə göstərirəm. Gelin səbirlə baxın. İnşallah eləyin, fayda da görün Allahın izni ilə. Bismillah, başlayın.